Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test topusunda yer alan Göytürk dövlətlərdir. Gəlin başlayaq. Birinci sual. Xalqların böyük köçü hansı tayfanın köçməsi ilə başladı? Xalqların böyük köçündə bir sıra tayfalar iştirak edirdi. Bunlardan Slavyanlar, Hunlar, Alanlar və Qotların adını çəkmək olar. Sonuncu dəfə Slavyanların, birinci dəfə isə Hunların köçü ilə başlamışdı. Bir də cavab olur D variantı. Göytürk dövlətində Yabqu adlanır. Xaqandan sonra ikinci vəzifəli şəxs. Yabquya da İstəmi Xaqanı misal göstərmək olar. Kürşadın başçılığı altında üsyan kimlərə qarşı yönəlmişdi? Çinlilərə 639-cu ildə 40 nəfərdən ibarət dəstəsi ilə Çin sarayına hücum etmiş, lakin məğlubiyyətə uğramışdı. Uyğunluq gözlənmişdi. Deyir 9-cu əsrdə yaranmışdı Qəznəlilər dövləti. Bu yanlışdır. Makedoniya imperiyasının dağılması nəticəsində Xəzər xaqanlığı yaranmayıb. Atropatena Albaniya Selevki yaranmışdı. Xəzər xaqanlığı 7-ci əsrdə, Makedoniyanın dağılması isə eramızdan əvvəl 4-cü əsrə aid idi. Eramızdan əvvəl 7-ci əsrdə süqut edib Manna dövləti, xeyr, 6-cı əsrdə süqut etmişdi. Albaniya hökmdarı olub Artabaz, xeyr, o Atropatena hökmdarı olmuşdu. Rəsmən Türk adını daşımış ilk dövlət Göytürk idi, bəli. Yəni, Göytürk sözündəki türk sözü ilk dəfə idi ki, hər hansı bir dövlətdə işlənilirdi. Eramızdan əvvəl 1-ci əsrin ortalarında Böyük Hun və 6-cı əsrin sonunda Göytürk dövlətinə aid oxşar cəhət, yəni 58-ci ildə Böyük Huna, 588-ci ildə Göytürkə aid oxşar cəhət dövlətin iki hissəyə parçalanmasıdır. 682-ci ildə azadlıq mübarizəsinin nəticəsində deməli, 2-ci Göytürk dövləti yaranmışdı. Deyir ki, 550-ci illərdə yaranmışdı. Muğan Xaqan zamanında Çin asılığa salınmışdır. 588-ci ildə də ikiyə bölünmüşdü. Söhbət gedir 1-ci Göytürk dövlətindən. 3-cü əsrdə eramızdan əvvəl və bizim eramızın 6-cı əsrində baş vermiş oxşar hadisə. Avropa Hun dövləti ilə Bizans arasında müqavilə. Avropa Hun dövləti eramızdan əvvəl yox idi. Ona görə A-nı atırıq. Xalqların böyük köçün başlaması eramızın 4-cü əsrindədir. Qədim Hun dövlətinin parçalanması, deməli, hansı ki Asiya Hun dövləti idi. Eramızdan əvvəl 58-ci ildə parçalanmışdı. Yəni, bunda heç bir əlaqəsi yox idi. Yeni Türk dövlətlərinin yaranması ola bilər. 220-ci ildə Asiya Hun dövləti idi. 6-cı əsr, yəni 552-ci ildə isə Göytürk dövləti idi. D düzgün variantdır. Qədim Roma imperiyasının parçalanması, bu da 395-ci ildədir. Göytürklərin 682-ci il tarixinə aiddir yeni dövlətin, yəni 2-ci Göytürk dövlətinin yaranması. 1-ci Göytürk dövlətinin 567 tarixinə aiddir. Sasanilərlə birlikdə Axund dövlətinə son qoyulması. 680-ci illərə aiddir. Attilanın Bizansı işğal etməsi. Attila 434-447-ci illərdə Bizansı yürüş etmişdir. Avropa Hun dövlətinin süqutu isə 470-ci ildə idi. Axund dövlətinin süqutu 567-də idi. Xəzərlərin Göytürklərin yürüşünə məruz qalması, yəni bu da aid deyil idi. 2-ci Göytürk, yəni İstəmin dövrünə aid idi. 2-ci Göytürk dövlətinin əsasının qoyulması isə 682-ci ildə Y düzgün variantdır. 12-ci suala baxaq. 1-ci Göytürk dövləti ilə bağlı uyğunluq pozulmuşdur. 6-cı əsrin ikinci yarısında parçalanmaq. 588-də parçalanmışdı, düzdür. Ona görə atırıq. Buddizm dini yayılmışdı. Bəli, Sasanilərlə ittifaq 567-ci ildə idi, düzgündür. Axunlara məxsus ərazilərin bir hissəsinin ələ keçirilməsi. Dedik ki, 567-ci ildə Axunu ikiyə parçalayırlar. Yarısı Göytürkə, yarısı Sasaniyə düşürsə, deməli, həqiqətən bir hissəni ələ keçirib Çinə qarşı mübarizə nəticəsində meydana gəlmək. Xeyr, Avar və Jujan tayfa. Avarla Jujan, yəni eyni tayfa idi. Bunlara qarşı mübarizə nəticəsində meydana gəlmişdi. Bilge Xaqanın hakimiyyət dövrünə aid idi. Mərkəzi Asiyada yaşayan türk tayfaları Göytürk dövlətinə tabe edilmişdi. Bilge dedik ki, 2-ci Göytürk dövlətinin ən qüdrətli hökmdarı idi. Ona görə təbii ki də güclü hökmdar neyniyər? Bütün türk tayfalarını özünə tabe edir. Uyğur dövlətinə qarşı mübarizə aparmaq. Bilge 716-dan 734-ə qədər hakimiyyət olub. Uyğur isə 744-də yaranıb. Yəni, heç Bilge onu görməyib. 8-ci əsrin ikinci yarısında hakimiyyətə gəlməyib, 1-ci yarısında hakimiyyətə gəlib. Uyğurların üsyanı nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb. Uyğurların üsyanı 744-cü ildə idi. Bilgenin hakimiyyəti 734-də bitmişdi. Maneçiliyi rəsmi şəkildə qəbul etmişdir. Bu da yanlış idi.
Göytürk xaqanlığının 6-cı əsrinə aid deyil. Yəni 500-cü illərə aid olması, Xəzərləri tabe etmək aiddir, İstəmiyə aid idi. Çinə qarşı avarlarla müttəfiq olması, deməli, Çinə qarşı avarlarla müttəfiq olması deyilən bir şey yox idi. Avarlarla ümumiyyətlə Göytürk düşmən olmuşdu dedik 552-ci ildə. Sogdiananı ələ keçirmək, bu var idi 567-dən sonra idi ki, hansı ki, Göytürk Sasanilərə deyirdi ki, Axunlara verdiyin vergini indi də mənə ver. O da razı olmurdu deyə bunlar arasında müharibə başlamışdı və Göytürk Sogdiananı ələ keçirmişdi. Sasanilərə qarşı mübarizə elə indi başa saldığım Budizm dininin yayılmaya başlaması da bunlardaydı. Hökmdardan sonra ikinci şəxs sayılır. Dövlətin qərb qanadına başçılıq edir. Bizans üzərindən yürüşlər edib kim? Yabqu İstəmi xan. 16-cı sual. 6-cı əsrdə Göytürklərin asılılığına düşmüş dövlətin ərazisini müəyyən eləyək. Burada da 567-ci ildə Hun, yəni Axun dövləti özlərinin asılı vəziyyətə düşmüşdü. Deməli, bir də Çini özlərinin asılı vəziyyətə salmışdılar. Axun dövləti, yəni Hindistan ərazisinin şimalındadır bu hissələrdə. Baxın, bu hissələrdə. Yəni 5-i də əslində götürmək olardı, amma Çini də özlərindən asılı vəziyyətə salıblar. Bu da Çinin baş hissəsinə düşür, yəni yuxarı hissəsinə düşür deyə. Yəni tam olaraq dəqiq cavab deyə bilmərik, amma 2 daha uyğun gəlir. Ərəb xilafəti Göytürk və Axun dövlətlərinə aid oxşarlıq. 7-ci əsrdə yaranması Ərəbdə var, Göytürkdə var 682-ci ildə, Axunda mı yoxdur, ona görə A-nı atırıq. Sasani dövləti ilə müharibə etmələr. Ərəblər Sasanilərlə müharibə etmişdi, hətta Sasanilər dövlətinin varlığına son qoymuşdu. Göytürklərlə Sasanilər müharibə aparır və Sogdiana vilayətini Göytürklər ələ keçmişdi. Axunlar da Sasanilərlə 567-ci ildə müharibə aparır, deməli cavab olur elə B variantı. Ərəb xilafəti Avropa, Hun və Göytürkə aiddir. Bizans üzərinə yürüş etmək. Deməli, burada 18-ci sualda elə cavab A variantı olmalıdır. Çünki ərəblərlə Bizans arasında həqiqətən müharibə olmuşdu 7-ci əsrdə. Avropa, Hun Bizansla dedik ki, Attilanın hakimiyyət dövründə 434-447-ci illərdə yürüş olmuşdu. Göytürk dövləti isə Bizansla müharibə aparmışdı. Sonra da diplomatik danışıqlara dedik ki, üstünlük vermişdi. İstəmin dövründə Bizans üzərinə hücum eləmişdilər. Uyğunluq gözlənmişdi. Xalqların böyük köçü davam edib 10-cu əsrə qədər. Xalqların böyük köçü 7-ci əsrə qədər davam edildiyinə görə A-nı atırıq. Macaristanda yeni dövlətin əsasını qoyub Attilanın varisi Cabah düzdür. Katalanda qalib gəlib Göytürklər, xeyr, tərəflərin heç biri, yəni nə Qərbi Hun, nə də Qərbi Roma qalib gəlməmişdi. Attila müqavilə bağlayıb Bizansla, amma Göytürklə yox. Kürşadın başçılığı üsyan yönəlib Hunlara yox, Çinlilərə. 20-yə baxaq, uyğunluq gözlənmişdir. Axun paytaxtı idi. İdil, xeyr, Sakala. Uyğur dövlətini süquta uğratdı. Kiyev knyazı Svyatoslav Xəzəri süquta uğradır. Xəzər xaqanlığı süqut edib. Deyir 860, xeyr, 965-ci ildə. Göytürk dövlətini xaqandan sonra ikinci şəxs Yabqu idi, düzdür. Qəznəvilər dövləti süqut etmişdir 1080-ci illərdə. Burada da cavab yanlışdır. Y variantını atırıq. Çünki 1187-ci ildə süqut etmişdi. Qutluq xan avarları məğlub edib ilk Göytürk dövlətinin əsasını qoyur. İlk Göytürk dövlətinin əsasını qoyan Bumun idi, atırıq. Yeni ərazilər tutmaq üçün Bizansla ittifaqa girməyə xeyr. Qutluq kim idi? Eltəris, elin xilaskarı yəni. Hindistanın şimal-şərqini ələ keçirmək yox idi. Göytürkləri Çin əsarətindən xilas edib dediyi 682-ci ildə yeni dövlətin əsasını qoyur. Deməli, birinci Göytürklə ikinci Göytürk Çinlə mübarizə aparması hər ikisi üçün oxşardır. Daha sonra 580-ci illərdə parçalanması birinci Göytürkə aiddir. Qutluq xan tərəfindən yaradılması ikinci Göytürkə aiddir. Axun dövlətinin süqutunda iştirak edilən 567-də təbii ki, birinci Göytürkə aid idi. Erkən orta əsrlərdə yaranması isə hər ikisinə aid idi. Cavab olur B variantı. Eylirvin diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Birinci Göytürklə ikinci Göytürkə baxaq. Burada da deməli, erkən orta əsrlərdə süqut etməsi hər ikisinə aid idi. Ona görə 3-ə A-nı götürürük. Bizans torpaqlarına yürüş təşkil edilməsi, bu birinci Göytürkdə İstəmin dövrünə aiddir. Yəni İstəmi xanın dövləti möhkəmləndirməsində Tonyukukun mühüm rol oynaması. Tonyukuk ikinci Göytürk dövlətində idi.
dedik ki, həm Bilgənin, həm də İltərsin vəziri olmuşdu. Qərbi və Şərqi Göytürk dövlətlərinin parçalanması 1-ci Göytürkün dövründədir. Çinə qarşı mübarizə aparılması isə hər ikisinə aiddir. Cavab olur B variantı. (680-ci illərə aiddir. 1-ci Göytürkün parçalanması yox, 2-ci Göytürkün meydana gəlməsi 682-də İltəris tərəfindən. Deyir ki, 6-cı əsrin sonlarında hakimiyyət uğrunda mübarizə nəticəsində 1-ci Göytürkdən 2-ci Göytürk parçalandı. 1-ci Göytürk dövləti Şərqi və Qərbi Göytürk dövlətlərinə parçalandı. Çox keçmədən bu dövlətlər Çindən asılı vəziyyətə düşdülər. Yəni 7-ci əsrin 30 və 50-ci illərində. Lakin azadlıqsevər türklər asılı vəziyyətdə barışmır, tez-tez üsyan edir. Ən məşhur üsyanlardan biri də Kürşad üsyanıdır 639-cu ildə. Mətndə bəhs olunan türklərin əsarətdən çıxmaq üçün sonrakı cəhdi nə ilə nəticələndi? Yəni deyir ki, bu Kürşadın üsyanından sonra nə ilə nəticələndi bu? Yeni dövlət yaranmışdı, bilirdik ki. İndi gəlin baxaq variantlara. Bilgənin siyasəti nəticəsində türklərin birliyinin qorunub saxlanması. Bilgənin siyasəti 716-cı ildədir. Burada da söhbət gedir 7-ci əsrdən, yəni 30-50-ci illərdən. Ona görə anlatırıq. Qapağan xaqanın Buddizmi qəbul edərək ölkəni Çin əsarətindən xilas etməsi. Bu artıq 2-ci Göytürk dövlətinin yaranmasından sonradır. 692-də hakimiyyətdə olmuşdu. Həm də ki, ölkəni Çin əsarətindən xilas etmək İltərisə aid idi. C variantı ona görə düzgündür. Qutluq, yəni İltərisin başçılığı yeni türk dövləti 682-də əvvəlcə Çinə qarşı üsyan edir dedik və qalib gəldi. Bütün tayfaları öz ətrafında birləşdirərək yeni Göytürk dövlətinin əsasını qoydu. Muğan və Qapağan xaqana aid oxşar cəhət Göytürk xaqanı olmaqları. İstəmi xanla Avropanın hökmdarı Atillaya aid oxşar cəhət Bizansa qarşı mübarizə dedik. İstəmi xan neynəmişdi? Yavquydu və Bizansa yürüş etmişdi. Daha sonra diplomatik danışıqlara üstünlük vermişdi. Attila isə 434-447-ci ildə Bizansa yürüş edir, xərəz alır, ticarət əlaqələrini tənzimləyir. Axunlar 1-ci Göytürk dövlətinin oxşar cəhətinə aid deyil, deyir. Erkən orta əsrlərdə süqut etmişdi. Oxşar cəhət olduğuna görə bunu atırıq. Deyir ki, oxşar olmasın. Sasanilərlə mübarizə aparıblar. 567-də Axun aparıb. 1-ci Göytürkdə 567-dən sonra Sogdiana vilayətinin ələ keçirilməsi məsələsində mübarizə aparmışdı. Çinlə mübarizə nəticəsində süqut etmək. Yəni, Axun dedi ki, Göytürklə Sasani ilə mübarizə aparıb deyə süqut edir. Ona görə bu oxşar cəhət ola bilməz. 1-ci Göytürk dövlətinin ikincidən fərqli cəhəti avarlara qarşı mübarizənin aparılması. Burada elə birinci fərqli cəhət dediyinə görə bu yalnız 1-ci Göytürk dövlətində idi. Bumin, daha sonra isə Muğan avarlara qarşı mübarizə aparmışdı. Çinlə mübarizə aparmaq, hər ikisi Çinlə mübarizə aparmışdı. Ona görə 2-ni atırıq. Fərqli cəhətlərini soruşur. Çinlə yaxınlaşma nəticəsində parçalanmışdır. Deməli, 1-ci Göytürk dövləti Çinlə deməli 7-ci əsrin 30-50-ci illərində Çinin yürüşü nəticəsində dağılmışdı. Ona görə yəni bu fərqli cəhətdir. Oxşar ola bilməz təbii ki. 7-ci əsrdə parçalanmaq, 6-cı əsrdə parçalanmışdı. Burada 1-ci Göytürk dövləti, 2-ci Göytürk dövləti isə ümumiyyətlə parçalanmamışdı. Cavab olur burada da C variantı. Yəni 4 ümumiyyətlə səhv olduğuna görə götürmürük. İltərisindən fərqli olaraq Muğan xaqan avarlara qarşı mübarizə aparmışdı. Bəli, İltəris 2-ci Göytürk dövlətindədir və orada avarlara qarşı mübarizə deyilən bir şey yoxdur. Avarlara qarşı mübarizə yalnız Bumin və Muğana aiddir. 31-ci suala baxaq. 1-ci Göytürkdən biri Böyük Hunu deyir. Böyük Hun, yəni Teoman Tahunun yaratdığı dövlət daxili ziddiyyətlər nəticəsində parçalanmışdır. Bu, təbii ki, ikisinə də aiddir. Ümumiyyətlə, hakimiyyət uğrunda mübarizə və daxili ziddiyyətlər hər zaman dövləti zəiflədər. Tibet tayfalarını tabe etmək, Tibet tayfalarının tabe edilməsi Uyğurla Böyük Hunun oxşar cəhəti olardı. Ona görə bu sırf Böyük Huna aiddir Meteyə. 6-cı əsrin birinci yarısında yaranmaq. 6-cı əsrin birinci yarısında, yəni 552-ci ildə yarandığına görə bu heç birinə aid deyil. Avarlara qarşı mübarizə aparmaq 1-ci Göytürkə aid idi. Paytaxtda ötkən olması isə hər ikisinə aid idi. Cavab olur Y variantı. Hadisə nəticə əlaqələrinə əsasən uyğunluq. Sasani Göytürk ittifaqının yaranması, Axun dövlətinin süqut etməsi. Sasani Göytürk birləşdi və elə 567-də Axun dövlətinin varlığına son qoydu. 32-də də cavab olur A variantı.
Burada B variantı deyir, İltəris Çinə hücum etdi. Çin Göytürklərdən asılı düşmədi. Əksinə, yəni İltəris müstəqilliklərini qazandı. 682-ci ildə Çindən asılıqdan çıxdı. Yəni Çin Göytürklərdən asılı hala düşdü deyilən bir şey olmadı orada. İstəminin Bizans üzərinə yürüş etməsi, Soqdiyanın Göytürklərə tabe edilməsi, xeyr, bunun əlaqəsi yox idi. Gedib diplomatik danışıqlar aparmışdı. Bilgə xaqanın vergiləri artırması Uyğurlar Göytürk dövlətinə qarşı üsyan qaldırdılar. Vergiləri artırmaq məsələsi deyildi. Uyğurların üsyan qaldırması 744-dür. Bilgə xaqan isə 734-də artıq vəfat etmişdi. Ona görə bu da yanlışdır. Musəviliyin qəbul edilməsi 2-ci Göytürk dövlətinin süqut etməsi, yəni Musəvilik, yəni Yahudilik dinində Xəzərlərə aid idi. Ona görə yeni də atırıq. Sasan və 1-ci Göytürkə aid oxşar cəhətləri soruşur. Ərəblərə qarşı vuruşmuşdu. Sasanilər ərəblərə qarşı vuruşur, amma Göytürk yox. Albaniyanı asılı hala salmışdı. Sasanilər Albaniyanı asılı hala salıb, amma Göytürk yox. 7-ci əsrdə süqut etmişdi. 1-ci Göytürk dedi ki, 588-ci ildə parçalanır və 7-ci əsrin 30-50-ci illərində Şərqi Göytürk və Qərbi Göytürk dövləti Çinin əsarəti altına düşmüşdü. Bunun da əlaqəsi yoxdur. Yəni süqut etmək məsələsinə görə Bizansa qarşı mübarizə aparmaq. 1-ci Göytürk dövlətində İsləmi Bizansa qarşı mübarizə aparır. Sasanidə Bizansla müharibə aparmışdı. Ona görə də D variantı düzgündür. Türk mənşəli sülalə deyil. Sasani İran idi. Deməli, uyğunluğu müəyyən eləyək. Türk dövlətləri 1-ci Göytürkdən 2-ci Göytürk Xəzərləri tabe etmişdi. 1-ci Göytürkdə İsləmi. Anı götürə bilərik. Kürşad üsyanı baş vermişdi. 639-dur. 34-cü sualda. 639 olduğuna görə də, yəni bunun əlaqəsi yox idi. Artıq 1-ci Göytürk dövləti 588-də parçalanmışdı. Avarlara qarşı mübarizə aparan bu Milla Muğan 1-ci Göytürkə aiddir. 2-ci Göytürk Tonyukuk tərəfindən əsası qoyulmayıb. Tonyukuk vəzir idi. Anı atırıq. Çin üzərinə yürüşlərin edilməsi. Çin üzərinə 2-ci Göytürkün dövründə yürüşlər edilmişdi dedik. Ona görə B-ni götürə bilərik. Və Sasanilərə qarşı mübarizənin aparılması. 2-ci Göytürk dövlətində Sasanilərə qarşı mübarizə yox idi. Çünki Sasanilər 651-də süqut edir. 2-ci Göytürk 682-də yaranır. Ona görə cavabı 1AC 2B. 1-ci Göytürkdən 2-ci Göytürkün oxşar cəhəti deyil. Çin üzərində yürüşlərin edilməsi oxşardır. Ona görə atırıq. Erkən orta əsrlərdə meydana gəlib. Bəli, erkən orta əsrlər dedik ki, Avropada 5-11, Azərbaycanda 3-11 idi. Yəni Asiyada. Paytaxtda ötkən şəhərinin olması hər ikisinə aid oxşar idi. Çindən asılı hala düşməsi. Çindən asılı hala düşməsi 2-ci Göytürkdə belə bir şey yox idi. Ona görə D-ni düzgün variant kimi götürürük. Aşının soy tərəfindən idarə edilməsi isə hər ikisinə aid idi. Elirvin diaqramına əsasən uyğun bəndləri müəyyənləşdirək. Muğandan bilgəni soruşur. Dövlətin idarə edilməsində Tonyukukun iştirak etməsi. Deməli, Tonyukuk həm İltərisdə, həm də bilgədə iştirak etmişdi. Muğanda yox, yəni. Ona görə bilgəyə götürə bilərik. 6-cı əsrdə hakimiyyətdə olub Muğan. Muğan dedik ki, 553-də 572-yə qədər hakimiyyətdə olub. Bilgə isə deməli 716-734 idi. Ona görə bu sadəcə Muğana aiddir. Çinlə mübarizə aparması. Çinlə mübarizə aparması deməli hər ikisinə aid oxşar cəhət kimi götürə bilərik. 1-ci Göytürk dövlətini idarə edən Muğan idi. 2-ci Göytürk idarə edən Bilgə idi. Ona görə 1-də olur 1B, D, 2A, Y, 3-də C variantı. Bölgü xaqanla Mete xaqanın hakimiyyət dövrünə aid ortaq cəhəti müəyyən eləyək. Hər ikisi Tibetliləri məğlub etmişdir. Yadımızdadırsa, Metenin hakimiyyət illərində 209-174-cü illərdə Monqol və Tibeti tabe etmişdi. Bölgünün hakimiyyət dövründə də deməli Tibetlilər Çinə yürüş eləyəndə Tan sülaləsini qorumaq himayəsinə aldığına görə o məqsədlə Tibetliləri məğlub etmişdi. 38-ci suala baxaq. Deyir ki, səbəb və nəticə əlaqələri arasında uyğunluğu tapaq. Türk tayfası olan peçeniklərlə mübarizə Xəzər xaqanlığının zəifləməsi. Bəli, həm ərəblərlə, həm peçeniklərlə mübarizə aparmışdı. Qutlu xanın başçılığı ilə Çinə qarşı hərəkatın başlanması İltərisidir. 682-ci ildə 2-ci Göytürk xaqanlığı yaranır, düzdür. Səlcuqların Qəzvin şəhərini ələ keçirməsi, Qəznəlilərin süqut etməsi. Xeyr, Qəznəliləri süqut uğradan Səlcuqlar olmuş. Səlcuqlarla Qəznəlilər arasında döyüş 1040-cı ildə Dəndənikən döyüşü idi. Qəznəlilərin süqutu isə 1187-ci il idi. Sasanilərin hücumu 1-ci Göytürk dövlətinin süqutu. 1-ci Göytürk dövlətinin süqutu, yəni Çinlilərdən sonra süqut olmuşdu.
39-cu suala baxaq. Cədvəldəki hansı hadisələrin yerini dəyişdirsək, düzgün xronoloji ardıcıllıq etmək olar. Balamirin yeni dövlətin əsasını qoyması nə vaxt idi? 378-ci il, yəni 4-cü əsrdə. Şərqi Göytürk dövlətinin yaranması 588-ci ildə, yəni 6-cı əsrdə. Birinci Göytürk dövlətinin yaranması 552-ci ildə. Demək, Kürşadın rəhbərliyi altında üsyan başladı 639-cu ildə, yəni 7-ci əsrdə. Uyğur dövlətinin əsasının qoyulması isə 744-cü il, yəni 8-ci əsrdə. İndi bunlardan hansının yerini dəyişsək, xronoloji ardıcıllıq düzgün olanlar. Balamir normal idi 378-də. Şərqi Göytürk dövlətinin amma yaranması deməli 588-də idi. Birinci Göytürkün yaradılması 552. Onda 2 ilə 3-ün yerini dəyişək ki, ardıcıllıq normal kiçikdən böyüyə doğru getsin. 40-cı suala baxırıq. Yenə eyni şəkildə hadisələrin hansının yerini dəyişsək, xronoloji ardıcıllıq düzgün olar. Balamirin Oskot krallığını məğlub etməsi 4-cü əsrin 70-ci illərində. Qərbi Göytürk dövlətinin yaranması 588-ci il, yəni 6-cı əsrdə. Birinci Göytürk dövlətinin yaradılması 552-ci il, yəni 6-cı əsrdə. Amma baxın, birinci Göytürk gəlməlidir, sonra Qərbi Göytürk yaranmalı idi. Onda elə cavab birbaşa 2 ilə 3 olmalı idi ki, yerləri dəyişsin. Bilgə xaqanın içindən yürüş etməsi. Bilgə xaqan 8-ci əsrdə. Uyğur dövlətinin süqut etməsi isə 842-ci ildə, yəni 9-cu əsrdə. Elə 2 ilə 3-ün yerini dəyişdirsək, düzgün xronoloji ardıcıllıq alınarmış. Uyğunluğu müəyyən edək. Deməli, burada da deyir ki, Attilanın yürüşləri, Hunların Avropada geniş ərazilər ələ keçməsi. Bəli, Avropa Hun dövləti idi. Ona görə yəni məntiqlə Avropada geniş ərazilər ələ keçirilər. Səlcuq türklərinin Nişapuru tutması, Qəznəlilərin Dərnənkən döyüşünə qalib yox, məğlub olması olmalı idi. Hakimiyyət uğrunda çəkişmələr, Göytürk dövlətinin zəifləməsi. Təbii ki də, hakimiyyət uğrunda mübarizə hər dövlətin zəifləməsinə səbəb olardı. Kürticinin hakimiyyəti ələ alınması, Buminin hakimiyyətdən devrilməsi. Kürticin deyil, Bilgə hakimiyyət ələ almışdı. Bumindəki 552-ci illərdə hakimiyyətdə olublar. Kürticinin yaşaması isə 716-cı illər olduğuna görə, yəni bu ümumiyyətlə aidiyyatı yoxdur. Qərbi Göytürkün süqutu, Xəzər xaqanlığının yaranması. Qərbi Göytürk dövləti 7-ci əsrin 50-ci illərində süquta uğrayır. Xəzər xaqanlığı da bəli, onun yerinə yarar. Hətta deyirdik ki, Qərbi Göytürkün varisi idi. 1-3-5. Xronoloji ardıcıllığı müəyyən edir. Avropa Hun dövlətinin süqutu, yəni Attilanın dövlətinin süqutu nə vaxt idi? 470-ci ildə. Xalqların böyük köçünün başlaması nə vaxt idi? Bəs 4-cü əsrdə. Belə 4 yazaq. Birinci Göytürk dövlətinin parçalanması 588-ci ildə, yəni 6-cı əsrdə. Sasanilər dövlətinin süqutu 651, yəni 7-ci əsrdə. Ardıcıllığı düzəndə əvvəlcə gəlir 4-cü əsr, yəni 2. Sonra 5-ci əsr, yəni 1, sonra 6-cı əsr 3, 7-ci əsr 4. Cavab olur 2, 1, 3, 4. Xronoloji ardıcıllıq müəyyən edir. Avropa Hun dövlətinin süqutu, yəni Attilanın dövlətinin süqutu 5-ci əsr. Balamirin qotları məğlub etməsi 4-cü əsr. Birinci Göytürkün yaranması 552-ci il, yəni 6-cı əsr. Katalan döyüşü 451-ci il, yəni 5-ci əsr. Deməli, birinci 451 olar, sonra 470 olar. Yəni, birinci 4, sonra 1. Amma bundan əvvəl Balamirin qotları məğlub etməsi ən qabaqdadır. Dedik ki, nə vaxt idi? 4-cü əsrin 70-ci illər, ona görə 2-ni qabağa gətiririk. 2, 4, 1, sonra da birinci Göytürk dövlətinin yaranması 3. 43-də olacaq cavab 2, 4, 1 və 3. 44-də baxaq. 2-ci Göytürk dövlətinin yaranması 682-ci il, yəni 7-ci əsr. Frank imperiyasının parçalanması 843-cü il, yəni 9-cu əsr. Kordova xilafətinin yaranması 8-ci əsr. Böyük Səlcuq dövlətinin yaranması isə 11-ci əsr. 1038-ci ildə. İndi ardıcıllığı düzsək necə olar? Birinci 7-ci əsr gələr, yəni 1. Daha sonra Kordova xilafəti 3. Daha sonra Frank imperiyası parçalanar 2. Ən sonunda da Səlcuq yaranlar 4. Cavab olur 1, 3, 2 və 4. 45. Xronoloji ardıcılığı müəyyən edək. Kürşad üsyanı 639, yəni 7-ci əsr. Bumun xaqan başçılığı yeni Türk dövləti 552-ci il, yəni 6-cı əsr. Qərbi Göytürk dövlətinin yaranması isə 588, yəni 6-cı əsr. Birinci hansı olar? Əlbəttə ki, Bumin dövlətin özünü yaradar 552-də, yəni 2.
Sonra Qərbi Göytürk 588-də 3. Sonra da Kürşad 639-da 1. Cavab olur 45-ci sualda 2, 3 və 1. Xronoloji ardıcıllıq 2-ci Göytürkün yaranması 682, yəni 7-ci əsr. Kürşadın rəhbərliyi üsyan 7-ci əsr, yəni 639. Alban hökmdarı Cavanşirin Bizans imperatorluğu ilə ittifaq bağlanması 654-cü ildə idi. Bu da 7-ci əsr. Hər iki 7-ci əsrdə, amma illərini düzmək lazım olarsa, birinci gələr Kürşadın üsyanı 2, dedik 2-ci il 639. Daha sonra Cavanşirin görüşü 654. İkinci Göytürk dövlətinin yaranması isə 682. Cavab 2, 3 və 1. Xronoloji ardıcılığı müəyyən edək. İkinci Göytürk dövlətinin yaranması 682. Avsuvar xanlığı Sasanilərin mübarizəsi 5-ci əsr. Yəni 434-484. Balamirin Oskot krallığını məğlub etməsi 4-cü əsrdə idi. 70-ci illəri. Göytürk Sasanilərin Axuna son qoyması 6-cı əsrdə idi. Yəni 567-ci ildə. İndi ardıcılığı necə düzəlir? Birinci 3 gələr, çünki 4-cü əsrdir. Sonra 2 gələr 5-ci əsr. Sonra 4 gələr 6-cı əsr. Ən sonunda da 7 gələr 7-ci əsr olar. Yəni 1. 2, 3, 2, 4, 1 düzgün cavabdır. 48-ə baxaq. Avropahın 1-ci Göytürk 5-ci əsrdə süqut edən hansıdır? Avropahın 470-ci ildə. Ona görə 1-ə yazırıq A-nı. 1-ci Göytürk dövləti isə 588-də parçalanır. 7-ci əsrdə də artıq dağılmış olur. Səlcuqların hücumlarına məruz qalmaq heç birinə aid deyil. Səlcuqlar bu dövlətləri görməyib. Hindistanın yürüş təşkil olunması Axund dövlətinə aiddir. Ona görə C-ni də atırıq. Uyğur dövlətinin süquta uğradılması. Uyğur dövlətinin Qırğızlar süquta uğratmışdı. Sasanilərlə mübarizə aparılması isə deməli aiddir 1-ci Göytürk dövlətinə. Demişdik ki, İstəmi Bizans üzərinə yürüşə başlamışdı. 567-ci ildə isə Axund dövlətinin Sasanilərlə Göytürklər birləşmişdi, süquta uğratmışdı. Sonra da həmin o Axundla ödədikləri vergini Göytürklər Sasanilərdən tələb edəndə bunlar arasında müharibə düşmüşdü və Soqdiana vilayətini ələ keçirmişdi Göytürklər. Ona görə 1-ə A, 2-ə də Y. 49. Axund və 2-ci Göytürk dövlətinə baxaq. Burada da deməli, Axund dövləti Sasanilərlə müqavilə imzalanması, Sasanilərlə müqavilə imzalayan, Sasanini öz arasında bölüşdürən Axund Sasanilər tərəfindən bölüşdürülmüşdür. Burada deməli, onda A variantını ümumiyyətlə seçməyib, müqavilə imzalamamışlar. Səlcuqlarla müharibəni heç ümumiyyətlə Səlcuqları görməyiblər. Hindistanın yürüş eləyən Axund idi. Uyğurlar tərəfindən süquta uğradılması 2-ci Göytürk idi. Bilgə xaqanın Çinə uğurlu yürüşlər təşkil etməsi də Uyğurlara, Bilgə xaqanınki də 2-ci Göytürk dövlətinə aiddir. Cavab olur 1-cə 2-dəyi. 1-ci Göytürk, 2-ci Göytürk, Axund ordusunun məğlub edilməsi 567-ci ildə 1-ci Göytürkə aiddir. Katalan döyüşündə qələbə qazanmaq. Katalan döyüşündə heç kim qələbə qazanmayıb. Qərbi Roma ilə Qərbi Hun arasındaydı. Ərazinin Avropanın böyük bir hissəsini əhatə etməsi. Burada yəni bu heç birinə aid deyil. Qərbi Huna aid idi. Yəni Avropa Huna Xəzərlərin tabe edilməsi İstəmiyə aiddir. Ona görə B-ni götürürük. Bilgə xaqan Çinə yürüşü 2-ci Göytürkdədir. Çünki 8-ci əsrdə hakimiyyətdə olmuşdu. Cavab olur 1A, B, 2 isə Y. AB yox, AD daha doğrusu bunu. Deməli, 51-ə baxaq. Avropa Hun dövləti, 2-ci Göytürk dövləti, Axund dövlətinin süquta uğradılması. Axund dövlətinin süquta uğradığını demişdik ki, 1-ci Göytürklə Sasani idi. Anı atırıq. Paytaxtın Səməndər şəhəri olması Xəzərə aid idi. 5-ci əsrdə özünün ən qüdrətli dövrünün yaşaması Attilanın dövrünə aid idi. Ona görə götürə bilərik C-yə. 1-i C-yə. Müqavilə ilə Bizansla ticarət əlaqələrinin tənzimlənməsi Avropa Huna aid idi. D-ni də götürək. Mərkəzi Asiyada yaşayan türk tayfalarının tabe edilməsi. Bu da 2-ci Göytürk dövlətinə aid idi. İltərisə. Cavab olur 1CD, 2-də Y. Belə əziz abituriyentlər, əgər daha çox video izləmək istəyirsinizsə, kanalıma abunə olmağı və videonu bəyənib şərh yazmağı unutmayın.